Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar posta yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı video müraciətləri yayılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə oktyabrın 4-də BMW X6 markalı 77 CD 216 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çox saylı qayda pozuntuları törətməsi ilə bağlı 102 xidmətinə vətəndaş şikayətləri daxil olub. Həmin şikayətlərlə əlaqədar stasionar posta avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb. Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakinində məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək fabrik sənədlərində olmadığını bildirir və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı video çəkilişlər aparıb, deyə məlumatda qeyd olunub. Bildirilir ki, vətəndaşla izah edici söhbətlər aparılmasına baxmayaraq, o, əsassız iddialarını davam etdirir. Qeyd olunanları nəzərə alaraq, vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair görüntülər təqdim edilir. Daxili İşlər Nazirliyi bir daha bildirir ki, şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu həssas münasibətdən sui-istifadə edərək kobud qanun pozuntularına yol vermək və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmaq, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə etmə halları qəbul edilməzdir. Qanuna hörmət həm şəhidlərə, şəhid ailələrinə, həm də cəmiyyətə göstərilən ən böyük ehtiramdır.